narkomaniya ilə bağlı hüquqşünaslar bir tədbir keçirirdi. Mən də dəvət eləmişlər. Mən oraya gedəndə hər kəs öz suaxı və öz şüxurunu tapmalıdır. Mən də axtardım ki, burada bioloji kitabı olan, məqaləsi olan, tədqiqat aparan dedilər Nailə xanım. Gelib baxanda gördüm, onun kabinetində nələr yoxdur. Və mən çox şadam ki, regionalın, ondan sonra agentliyin nümayəndələri, nazirliyin nümayəndələri olmamağına baxmayaraq, Nailə xanım bu gündə bir həmkarınız kimi el basıb, çay keçib, laf belə deyil, bu uzaq məsafəni qət edərək gəlib. Nailə xanım Turanın xalq müəllimi adına qədər yüksək titula qalxa bilir. Və o cümlədən elmi adları da var. Bunlar hamısı öz yerində bir gün bura gəldiyinə görə Nailə xanıma da təşəkkür edirəm. Lakin çox gözəl dedi Rizvan ki, içəridə yenə mən də təkrar edeyim. Hər birimizin səsimizin gür çıxmağına, alnımızın açıq, başımızın uca, dilimizin uzun olmağına səbəbkarlar bizim igid, qəhrəman şəhidlərimizdir. Onların hesabına bugünkü gündə Şuşada dilimiz də uzundur, alnımız da açıqdır. Gələni də görsənir ki, bizim igidlər bax bu qayalıqla çıxırdılar, başladılar, qalxırlar. Bunlardan biri də sizin məktəbin yetirməsidir və bugün onun valideyni kimi öz bacımız burada iştirak edir. Buna görə də ona da səmimi təşəkkürümü bildirirəm. Və yerdən qalxan şagirdlərimizin hər birinin vətənpərvər ruhda olacağına şək şübhəm yox. Mənim deyəcəyim bundan ibarətdir. Sizə gərgin işinizdə, vaxtınızın azlığında, darısqallıqda bu formada tükənməz yüksək enerji ilə işinizi davam etdirməyə arzulayıram. Uğurlar olsun, müvəffəqiyyət arzulayıram. Həmçinin icazə verin, bir fəxri fərmanı da sizin kollektivə yenə Rəsmiyə xanıma özünə təqdim edeyim. Bu da Turan Elmlər Akademiyasının Azərbaycan filialının adındandır. Rəsmiyə xanım, buyurun. Bu da sizin. Maşallah, çox çəkiriz. İndi icazə verin, ardıcıllığı nəzərdə tutaraq bu tərəfdən başlayın bir Rəsmiyə xanımla bağlı xoş sözlər deməyə, bugünkü günlə bağlı sizin kollektiv öz fikirlərini bildirməyə. Buyurun, xahiş edirəm, söz sizin. Deyəcək arzularınız varsa sizi birinci dinləyək. Salam verirəm, müəllimlərin hamısına, əziyyət çəkib, Sabir müəllim, ağsaqqallar hamısına salam verirəm. Rəsmiyə xanıma təbrik edirəm. Uğurlarınız həmişə bol olsun. İcadımın adını daşıyan bu məktəb həmişə ucalardan sonra da gəlsin inşallah. Mən də baxım sevirəm. Sağ olun. Nailə xanım, siz Turanın xalq müəllimi adına layiq görülmüşsünüz. Turanın xalq müəllimi kimi də öz həmkarınıza arzularınız. Mən qısa vaxt ərzində Rəsmiyə xanımı tanıdım. Sizin kollektivin işi ilə tanış oldum. Doğrudan da uğurlu nəticələriniz vardı. Çox sevindirici haldır ki, məktəbimizin bu cür yetişdirmələr vardı. Eyni zamanda da şəhidimizin bu məktəbdə təhsil aldığı bizim üçün qürurdur. Müəllimlik peşəsi elə bir peşədir ki, onu daxilən ruhən yaşayır, icra edən insanlara məxsusdur. Demək, bu kollektivdə çox belə bir insan vardır, çox belə bir müəllim vardır ki, sizin nəticələriniz bu cürdür. Rəsmiyə xanımı da təbrik edirəm. Onun komandası güclü bir komandadır. Siz bir vəhdət təşkil eləmişsiniz ki, məktəbin belə bir nailiyyətləri paralardan eşidilir. Hər birinizə uğurlar arzulayıram. İşiniz çətindir, amma gözəldir. Ömrünüzün axırına qədər də bu peşədə o icra etdiyinizə görə məncə fəxr eləməliyik. Hər birinizə sizə də uğurlar arzulayıram. Teşekkür ederim. Çok sağ olun. İndi isə Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Rizvan Sadıqova söz verək. O, Məhrəm müəllim səbrimiz gələ bilmədiyinə görə, gələ bilmədiyinə baxmayaraq Rizvan 2 yaşının bu vaxtında keçən dəfə də iştirak edib, indi də iştirak edib. Buyurun. Tamam, hamınıza uğurlar arz edirəm. Müəlliməmizin gözəl fəaliyyəti, onun nəticəsi, Sabir müəllimin verdiyi o diplom ona uğurlu olsun, həmişə sağlam canla, uğurla yaşasın. Kollektivin hamısına
can sağlığı, uzun ömür arz ediyorum. Teşekkür ederim. Ben bayaq dedim, Nazarbayev'i hatırlattım ki 2006'da ideya verdi, 2009'da İlham Əliyev rəsmiləşdirdi, hüquq baza yarattı. Onu demədim ki, 2010-cu ildə Nazarbayev'in xüsusi təkidi ilə Qazaxıstanda Beynəlxalq Türk Akademiyası yaradıldı. Sonra 12-ci ildə Turan Elmlər Akademiyası yaradıldı. Bununla bahəm diqqətinizə çatdırım ki, Azərbaycanlı bir gəncimiz isə Türk Aksaqqalları İctimai Birliğini təsil elədi. Və bu birlik demək olar ki, Türk dünyasının bütün dövlətləri ilə üzvə əlaqə yaradır. Onun həmin birliyin özünə məxsus Türk Dünyası Aksaqqalları qəzeti var. O qəzetin redaktoru kimi Əli müəllimində deyəcəksiniz. Aziz hörmətli qonaqlar, hörmətli tərbiyəçilər. Doğrudan da bu gün ən əlamətdar, ən gözəl günlərdən biridir. Sizin məktəbin direktoru, Fəxrada, professorlarından ayrıdır. Ben bu münasibətle məktəbin bütün kollegilərini, eyni zamanda məktəbin direktorunu səmimi qəlbdən təbrik edir. Ona can sağlığı, saadət, sevinç, xoşgörülər arz edirəm. Bundan sonra da ömür yollarınız mənalı və dəyərli. İşlərinizdəki yeni uğurlar, nailətlər arz edirəm. Bugün mən iftixar edərdim Sabir müəllimin rəhbəri ilə keçirilən bir neçə tədbirlərdə iştirak etmişəm. Bax, belə elm adamlarını axtarıb baxmaq, onların əməyini qiymətləndirmək, onların əməyini dəyərləndirmək asan iş deyil. Sabir müəllim demək olar ki, Azərbaycanın müxtəlif rayonlarında, müxtəlif şəhərlərində olub, elmi işlərlə məşğul olan şəxsiyyətləri axtarıb, tapıb. Mən bugün Sabir müəllimə təşəkkürümü bildirərdim və qəlb olunan rəftarlığımı bildirərdim. Sabir müəllim, qoy baxlar sualımız həmişə uğurlu olsun, gözəl nəticələr versin və nəhayət sizin haqqınızda həmişə dediyim bir sözü təkrar etmək istəyirəm. İstedad əlinə qələm aldığı gündən ömrünün sonuna qədər istedad onları qalır. İstedad gələcəyə işitdir. Sabir Tağıyev xalqımıza həm arxa, həm dayaq. Xalid müəllim, biz nə qədər danışsaq da belə ayrı-ayrı sahənin mütəxəssisləriyiz. Siz isə pedaqoq kimi özdə 147 nömrəli liseydə uzun müddət işləyib, oradan da bir təqaüdə çıxmışsınız. Əməyə qiymət verməyinizi xahiş edirəm. Buyurun, arzularınızı bildirin. Ben evvela hamınızı salamlayıram. İşinizdə uğurlar arzu ediyorum. Rəsmiyyən müəllimlərini də sənin üzərindən təbrik edirəm. Rəsmiyyən ona məlumat verdi məktəb haqqında. Belə kontingent deyəndə mən aldım ki, o işin ağırlığı necədir? 240 nəfər şagird təhsil almalıdır. 1000-dən yuxarı şagird təhsil almalıdır. Bunların əməyini elə bir ki, 4 dəfə, nətər deyim, 4 dəfə artıq əmək sərf edir. Müəllimlik peşəsi çox ağır peşədir, çox çətin peşədir, lakin ən şərəfli peşədir. Mən özüm 1981 avqustun 25-də təyinatımı da Rusiyanın Vladimir şəhərində konvertin içində almışam, Mərkəzi Komitənin göndərişi ilə. Oradan gəlmişəm İlham Əliyev Texniki Peşə Məktəbinə 45 ildən 44 il pedaqoji fəaliyyətim elə oradan da pensiyaya çıxmışam. Hal-hazırda təqaüddəyim. Müəllim dediyim kimi çox ağır peşədir. Belə bir tərif deyə bilərəm ki, şagird üçün heyran edici təcrübə doğuran insan kamilliyinin ali nümunəsinə müəllimdir. İnsan kamilliyinin ali nümunəsinə müəllimdir. Mənim çox danışıq, saatlarla danışmam olar. Sonra Sabir müəllim çıxışından sonra hər tərəfə toxundu.
Ben çok vaxtınızı almıram. Mənim öz şeirim var, qara elədiyi müəllim haqqında. Onu icazə versək demək istəyirəm. Verir şagirdlərə tərbiyə təsir, getirir ömrü ilə yeni bir nəsil. Ağardır saçların gün-gün ilbəyi, hikmətli söz olur müəllim ömrü. Günəş nuru kimi düşür hər qəlbə, getirir minlərlə şagird tələbə. Görüb əməyində sevinç qələbə, çiçəkli yaz olur müəllim ömrü. Vətənin eşkiyle ürəyi doludur dolu. Yaşadır bu ana yurdu. Min bir ürəklərdə həkk yolun adı. Qəlblərdə iz salır müəllim ömrü. Olmaz. Ulu öndərimiz əbəs verdiğim ki, mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımır. Bir müqəddəsdir müqəddəslər içində, öz işində bir ustadır müəllim. Halal zəhməti ilə fəxr edər gündə, biganə işlərə yaddır müəllim. Bir parlaq günəşdir o sönən deyil, xeyrxalq əməldən o dönən deyil. Əgər dindirməsən o dinən deyil, dinəndə alovdur, oddur müəllim. Nəzər salaq gələcəyə keçmişə, qismət olub hər yetənə bir peşə. Böyük aqillər də deyil həmişə, ən yüksək şərəfli addır müəllim. Bir daha sizə uğurlar arzu ediyorum. Uğurunuz olsun. Həmçinin diqqətinizə çatdırım ki, Turan İlmlər Akademiyasının Azərbaycan filialının 3 nəfər də xarici ölkə vətəndaşı akademik tituluna layiq görülür. Onlardan birincisi Ural Markulyadır Gürcüstanda. Tanıyanlar tanıyır. Bizim tarix üniversitesinde, Milli Elmlər Akademiyasının tarix üniversitesinde yarımştat vahiddə o çalışırdı. Ermənilərin qan düşməni demirlər. Bunu nəzərə alaraq Turan İlmlər Akademiyasının həqiqi üzvlüyünə qəbul edilmişdir. Ondan sonra fotoğraf var İranlı. Onun adı necədir? Bir də mənim yadımdan, yadınızda var mı? Görüm indi kimin yadına düşəcək, mənim də yadımdan çıxır.